Şəhərin Heydər Əliyev prospekti çox bərbad vəziyyətdədir. İllərdir bura bizim büdcəmizdən, bizdən ayrılan büdcədən milyonlar ayrılır. Amma nəticə etibarilə o pullar mənimsənilir qurumlar tərəfindən. Yəqin ki, bu qurumların hansı qurumlar olduğu və bunun başında kimlər dayandığını hamımız bilirik. Ona görə də bu məsələləri kökündən həll etmək üçün yeganə yol qalır bizim bu məsələni ictimailəşdirib ölkənin rəhbərinə, Ali Baş Komandana cənab Prezident İlham Əliyevə çatdırmağımız bir ictimai fəal olaraq mən şəxsən özümə borc bilirəm. Hələ ki yolun bir tərəfi ilə gedirəm və bu yolun ən yaxşı tərəfidir. Hələ ən yaxşı tərəfidir. Hər yerdə özünüz gördüyünüz kimi deməli hər yerdə uçuqlar var, hər yerdə təmirə ehtiyac var. Bunun bu yolların bu vəziyyətə düşməsinin səbəbi və səbəbkarları axtarılmağa ehtiyac yoxdur. Bu insanlar göz qabağındadır. Rayon İcra Hakimiyyətinin rəhbəri Saqəddin Cəbbarov birbaşa bu məsələyə cavabdeh şəxsdir. Heç kim bunu üzərindən, boynundan ata bilməz. Yəni hər şey göz qabağındadır. Hələlik bu qədər.